Salam qardaş, sən xeyr ola burada. Təkər almağa gəlmisən? Yox, elə təkər. Qardaşım, oradan dedim bəlkə zimli təkər alırsan, qış gəlir. Ev satıram, ev. Hay maşallah. Satıram. 2 mərtəbə 5 otaqlı, monolit beton, istilik sistemi, hər şey var, çıra, həyətinə maşın daxil etmək mümkündür. Bakı-Sumqayıt yoluna çox yaxın bir ərazidədir. 3 ədəd sanitar qovşağı olan sizlərə 2 mərtəbə 5 otaqlı ev satacam. Dəyərli dostlarımız, təkər almıram, ev satıram, ev. Qardaş, gedək çəkiş edək. Gedək. Bakı-Sumqayıt yolunun üzərində otur maşına getdi evin yanına. Dəyərli dostlarımız, təkər mərkəzidir. Bakı-Sumqayıt yolunun üzərindən çəkiliş etdik sizlərə. Gedirik evimizə doğru, evimizi sizlərə tam təqdimat edəcəm. 169.000 manata tam paket kupçalıdır. Evin də, torpağın da sənəti alınıb, hazır vəziyyətdə əldədir. İdeal bir dənə iqamətgah sizlərə təqdim edəcəm, dəyərli dostlarımız. Səhifəni bəyənin, takib eləyin, qırmızı ürəyi qızardın ki, hər zaman sizlərə qırmızı qəşəng evlər, ləzzətli evlər çəkəyi təqdim eləyək, dəyərli dostlar. 169.000 manata. 169.000 manata 3 sanitar qovşaq, 5 otağı var, 5 otağı. Keçirik evimizə doğru. Dəyərli dostlar, evimizə doğru hərəkət edirik. Sizlərə bu günləri iqamətgah təqdim edəcəm, dəyərli dostlarımız. Qardaş, gəlmirsən, çatmırsan evin yanına, bir xəbər elə ki, burada belə bir mülk satılır. Mən zirəng adamım da, mən səndən tez gəlmişəm. Canımsan, Allah sənə var eləsin. Çox sağ ol. Demək, dəyərli dostlarımız, evimizin üzü qabançıq daşlarla örtülüdür, ideal bir ev təqdim edəcəm sizlərə. Bakı-Sumqayıt yoluna 2 dəqiqəlik məsafədə, 2 dəqiqə bütün yaşayış obyektləri ətraf ərazidə var. Gəl. Evin ümumi fasad görkəmidir, damı paket şiferdir, modern institutda inşa olunmuş sizlərə həyət evi təqdim edəcəm. Niyə modern institutda deyirəm, dəyərli dostlarımız? Evin üst fasad görkəmi çox gözəl tikilib, çox gözəl, füsunkardır. Qabançıq daşlar vurulub, dəyərli dostlarımız. Hətta modern institut ona görədir ki, modern institutda olan evlərin həyətində bir dənə ağac olur. Bizim də həyətimizdə bir dənə ağacımız var, maşallah olsun. Gəl. Demək, buradan mətbəxə giriş, buradan qonaq otağına giriş, hər tərəfə giriş keçid var. İstilik sistemi kombidir, xəttləri quraşdırılıb. 1-ci mərtəbə və 2-ci mərtəbə istipolla üzlənilib. Mərtəbələr arası monolit beton cüt daşla inşa olunub. Bismillah ilə evimizin içinə daxil 2 dənə də eyvanı var bu evin. 2 dənə də eyvanı var, hətta. Yataq otaqlarından keçid var. Yataq otağın birində də sanitar qovşaq mövcuddur. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Girişdən sağda yerləşir mətbəx sahəsi. Mətbəx mebelinin yerləri, aksesuarların xətlərinə kimi hamısı quraşdırılıb. Dəyərli qardaş, hələ bir dənə zəhmət olmasa bunu təqdim et. Qapının apşifkaları və birintuslar da bir-birini tamamlayır. Solda yerləşir 30 kvadratdan çox olan qonaq otağı Twistentin yerlərinə kimi quraşdırılıb. Hətta burada həyətə də keçid var, mövcuddur. Tavan sahəsi altıbanlı spot diod lampalar və gizli işıqlarla işlənilib. Mərtəbələr arası monolit betondur. 1-ci mərtəbə monolit betondur, dəyərli dostlar. İstilik sistemi isə kombidir. Nə etmək lazımdır? Əlaqə saxlayın əmlakçı ilə 055 291 35 65 mənim əlaqə nömrəmdir. Əla evlərimiz var. Zəng edin, sizlərə gözəl, göyçək sizlərə ev təqdimat eləyək. Demək, burada yerləşir sanitar qovşaq, 1-ci mərtəbəyə məxsus sanitar qovşaq, duş kabin yığılıb, aksesuarların xətləri çəkilib, ehtiyat 1-ci mərtəbə üçün yataq otağı, spot lampalarla işlənilib, çılçıraqları bağlanılıb, istipolun kollektoru pilləkənlərin altında yığılıb, hazır vəziyyətdədir. Artıq əşyaları yığmaq üçün yerdir, əla yerdir. Bir dənə qapını qoyur, artıq əşyaları verir. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər qranit daşlarla örtülüdür. Dəyərli dostlarımız, qapının apşifka taxtalarına kimi boy pilləkən sahəsinin süpürkəlikləri vurulub, düz 2-ci mərtəbənin pilləkənin sonuna kimi. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. 2-ci mərtəbədə 3 yataq otağı, pilləkənlərdən çıxanda solda yerləşir 1-ci yataq otağı. Əla ev təqdim edirik də. Mühəndis gətir, kimi gətirsən gətir, super tikintidir də. Maşallah olsun, pəncərəsinin qarşısı açıqdır. Bir daş kürsüdə, elə bir şey yoxdur. Bir daş kürsüdə sanitar qovşaqdır, sabun qabızat yığmaq üçün yeri də nəzərdə tutulub. Burada yerləşir 2-ci yataq otağı. Hər bir otağın çılçıraqlarına kimi bağlanılıb, eyvana keçid etməyə, xoduna kimi qoyulub.
Mühəndislik Universitetinin tam yaxınlığındadır. Mühəndislik Universitetinin keçmiş Qafqaz Universiteti. 3-cü yataq otağıdır, çılçırağı bağlanıb, buradan da keçid etmək mümkündür eyvana. Bu yataq otağının özəlliyi odur ki, sanitar qovşağı var, mövcud stipolla təchiz olunur. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədəki nömrə ilə əlaqə saxlayın. Nömrəni də qeyd etmişəm, səhifədə də var. Dəyərli dostlarımız, Sənin Evin kanalı hər zaman sizlərə ideal ev təqdim edir. Yenə də edəcəyik. 2026-cı il hər birinizə uğurlu, xeyirli olsun. Gələn videolarda sağ olun, sağlıqlı qalın.